Bismillahirrahmanirrahim. الذين يستمعون القول فيتبعون أحسنه أولئك الذين هداهم الله وأولئك هم أولو الألباب. Öz mevzumuza daxil olalım ya olmayalım? Ola. Bir hissəsini çatdırın, bir hissəsi qalsın. Salavat zikrevi Muhammed var. Eşitmişəm təzə kitab, Quran təfsiri adı ilə kitab paylanır və orada güya yazılır ki, Maidə surəsinin 55-ci ayəsi mən bu kitab olmalıdır. Maidə surəsinin 55-ci ayəsi Həzrət Əlinin haqqında nazil olmayıb. Hələ kitabın üzün görsələr bəs. Bu kitabdan ehtiyatlı olun. Sonra müzakirə edelim. Bu kitabdan ehtiyatlı, bu kitab kimi kitablardan ehtiyatlı olun. Çünki kim Həzrət Əli əleyhissalamın haqqında bu ayənin nazil olmasını inkar eləsə, həmən o adam cahildir. İndi bu günləri keçmiş iki bəhsimiz olub, sübut eləmişik ki, həmən bu ayə Həzrətin haqqında nədir? Nazil olub. Və dəlillərimizin də heç bir qüsuru, nöqsanı yox. Bu günlərdə iki dəlilimiz vardı. Deməli, fəqət ünvan qeyd edeyim. Hakim Həskaninin Şəvahid-ü Tənzil kitabından səhih-ü sənəd hədis ravilərində hər birinin bir tərcüməyi alı buradadır. Filan kitab, filan mənbə deyir ki, bu adam düz danışandır, bu adam düz danışandır, bu adam imamdır, bu adam zamanəsinin hüccətidir, filandır. Ravi silsilələri hamısı düz danışandır. Rivayətdə səhihdir. İbn Abbas deyir ki, Həzrət Rəsulullah dedi ki, bu ayə nazil olub Həzrət Əli əleyhissalamın haqqında. Belə cahillər nə yazır, yazsın, ya bilərəkdən həqiqəti gizlədirlər, ya da ki, bilmir də cəhil inşallah ki, müqəssirdirsə, Allah Teala bağışlamayacaq. Əgər qasirdirsə, inşallah Allah Teala bağışlayacaq. Əhl-i Beytin haqqın bilərəkdən tapdırmamaq olmaz. Bu günlərdə bir dəlil təqdim edeyim də, bu dəlilin abi bəndi yoxdur. Açıq-aşkar. Açıq-aşkar bir dəlil. Bu kitaba diqqət edin. Deməli, Lubab ən-Nuqul çox gözəl kitabdır, həqiqətən də gözəl kitabdır. Bu kitab, inşallah dərsdən sonra tarixçəsini danışaram, bizim əlimizə necə gəlib çatıb çıxıb. Çox zəhmət çəkilib bu kitabın üstündə Həzrəti Əli əleyhissalama xatir ki, Həzrətin haqqı bərpa olunsun. Həmən belə cahillər bu kitablar heç bilmir, var ya yoxdur. Diqqət edin. Lubab-ın Nuqul fi əsbab-ın nuzul. İmam Cəlaleddin Əs-Səyuti. İmam Cəlaleddin Əs-Səyuti. Lubab-ın Nuqul kitabı bir cilddən ibarətdir, çox gözəl çapdır. Səhifə 121 və 122. Kitab məndədir. Əgər Maidə surəsi haqqında kimsə nəsə yazmaq istəyirsə, istər özünə əhl-i sünnə deyən, çünki biz özümüzdən başqa heç kimi əhl-i sünnə görmür. Çünki əhl-i sünnə odur ki, Peyğəmbərin dediyi ilə geçir. Peyğəmbər namazının sonunda, namazım sona yetdi deyə təkbir deyərmiş. Amma onu indi bizdən başqa heç kim eləmir. Hələ əhl-i sünnə bizim özümüzük. Buna bənzər 5-6 fətva da var ki, onu biz eləyirik, Peyğəmbər eləyib, amma tərəf müqabil biz eləyirik deyə onları Peyğəmbər sünnəsin tərk edir, sonra deyir ki, əhl-i sünnə mən. Eybi yox. Özün deyir ki, mən əhl-i sünnəyim. Onlar üçün də məndə olan mənbələri verə bilərəm, kitab yazanda desin ki, bəli, belə bir şey var, amma mən qəbul eləmirəm. Elə. Dinən ancaq nədir? Belə bir şey var.
Səhifə 121-i oxuyuram. Diqqət. İnnəmə bismillahirrahmanirrahim. Əuzu billahi mineşşeytanirracim. İnnəmə valiyyukumullah və rasuluhu vəllezine amanu ellezine yuqimunəs-salah və yu'tunəz-zəkah və hum raki'un. Maidə surəsi 55-ci ayə. Hədis gətirir. Filan kəsdən bir hədis qeyd edir və daha doğrusu 2 yolla hədisi qeyd edir. Sonra buyurur ki, وَرَوَا İbn Mərdəvəy min vəchin axr. 3-cü yolu da qeyd edir. وَأَخْرَجَ عَيْضًا أَنْ عَلِيٍّ مِثْلَهُ وَأَخْرَجَ İbn Cərir. Filan kəs də bu hədisi nəql edib, filan kəs də Mücahiddən İbn Əbi Hatim, Sələmə İbn Kuheyldən də nəql edib. İmam Zəhəbi hədisin yollarını neyir? Qeyd edir. İndi gəlirik belə kitabların cavabına ki, bu ayə Həzrətin haqqında nazil olub ya. İmam Cəlaleddin Sayuti buyurur. Fəhadihi şəvahid. Bu hədislər yuqavvi ba'duha ba'da. Biri digərini neyir? Gücləndirir. 1, 2, keçmiş dərsimizdə 10 yol qeyd elədik. 10 səhabədən Həzrəti Əli əleyhissalamın haqqında bu ayənin nazil olması qeyd olunur. İmam Suyuti deyir ki, bu yolları cəm eləyəndə bu yollar biri digərini neyir? Gücləndirir. Bu ayə kimin haqqında nazil olub? Həzrəti Əli əleyhissalamın haqqı. Bu İmam Cəlaleddin Suyutinin rəyi. Başqasının haqqında, Həzrəti Əli əleyhissalamın haqqında olan bu mövzuda o həddə hədis yoxdur. Alim hədisləri cəm eləyib İmam Cəlaleddin Suyuti deyir ki, bu hədisləri bir yerə cəm eləyəndə hədislər biri digərini neyir? Gücləndirir. Yəni, həqiqətən də Rəsulullah o ayənin Həzrəti Əli əleyhissalamın haqqında nazil olmasın deyil. Bu bir. İkinci alim Təfsir Əl-Munir fil-Əqidə və Şəriə vəl-Mənhəc. Təfsir Əl-Munir adında kitabdır. Müəllif doktor Vahbə ibn Mustafa Zuheyli. Deməli, səhifə 232, 6-cı cilddə. Buyurur. İnnəmə vəliyyukumullah ayəni gətirir. Buyurur. Zukirət rivayatun. Həmin bu ayənin səbəb, yəni kimin haqqında nazil olması haqqında hədislər zikr olunur. Yuqavvi ba'duha ba'dan. Biri digərini neyir? Gücləndirir. Ənəha nəzələt fi Ali ibn Əbi Talib. Ki, həqiqətən bu ayə nazil olub kimin haqqında? Həzrəti Əli əleyhissalamın haqqında ki, o rükû halında üzüyünü sədəq edir. Bu 2. Üçüncü, Təfsir el-Muzhari. Təfsir el-Muzhari. 3-cü cild, səhifə 132-də müəllif İmam Muhammed Sənaullah el-Usmani el-Muzhari. 3-cü cilddə, səhifə 132-də buyurur. Hədis gətirir ki, bu ayə Həzrətin haqqında nazil olub və sonra buyurur. Fəhadihi şəvahidun yuqavvi ba'duha ba'da. Bu hədislər bir yerə cəm olduqda biri digərini neyir? Gücləndirir. Və sonuncu mənbə Təfsir Muqatil ibn Süleyman. Muqatil ibn Süleymanın təfsir kitabı. Muqatil ibn Süleyman vəfat edib hicrətin neçənci ilində? 150-ci ildə bu şəxs vəfat edib. 1400-də hal-hazırda 33-cü il. Diqqət edin. 1-ci cild səhifə 486. Həmən bu ayənin izahında müəyyən kəlmələr gətirir. Muqatil özü deyir. وَالَّذِينَ آمَنُوا ayəni axıracan
yəni bu ayədən nəzərdə tutulur Əli ibn Əbi Talib radiyallahu anh. Allahın razı qaldığı Əli ibn Əbi Talibdir. Rükû halında üzüyü verər. Müqatilin rəyi belə. İndi gəlirik kitaba, haşiyə və təhqiq yazan Əllamə Abdullah Məhmud Şihatə. Həmən bu şəxs o vərəqin haşiyəsində çox gözəl bir söz. Diqqət edin ki, və fi təfsiril mənar, mənar adında təfsir. Buyurur, mənar təfsirində Şeyx Muhammed Əbdə adında bir əhl-i xilaf alimi deyir ki, bu ayə Həzrət Əlinin haqqında nazil olmayıb. Bu ayə nazil olub bütün möminlərin haqqında. Deməli, kitaba haşiyə yazan, kitabın mühəqqqiqi deyir ki, Muhammed ibn Əbdə deyir ki, Mənar təfsirində bu ayə bütün möminlərə aiddir. Gözəl. Səbr edir. Ayənin Həzrət Əliyə aid olması üçün, bütün möminlərə aid olmaması üçün yəhtacu ilə sənədin sahih. Səhih sənəd bir hədis nədir? Lazım. Bu da nədir? Yoxdur. Olmadığına görə bu ayə Həzrətin haqqında nazil olub. Kitabın mühəqqiqi Muhammed Əbdiyə, deməli, Mənar təfsirinin sahibinə rədd deyir. Lakin, bilirsiniz, niyə gizlədirsiniz? Ey alimlər, vərədə fi əsbab-ın nüzul lil-vahid. Vahidinin əsbab-ın nüzulunda rivayatun tuəyyidu ma dəhəbə ileyhi Muqatil. Deyir, rivayətlər var ki, Muqatil ibn Süleymanın rəyin neynir? Dəstəkləyir ki, bu ayə həqiqətən də Həzrətin haqqında nazil olub. Və fi sənədihə za'fun. Və onların sənədi nədir? Zəifdir. Deməli, vahididə olanlar nədir? Zəifdir. Və avrədə Sayuti fi Durrül Mənsur. Suyuti Durrül Mənsur təfsirində də hədislər gətirib ki, bu ayə nazil olub Həzrətin haqqında. Rivayatun sahihətun, təkrar edirəm, rivayatun sahihətun ən Əbdülrəzzaq və qeyrihi. Əbdülrəzzaqdan və qeyrisindən səhih sənəd hədislər nəql olunur ki, bu ayə kimin haqqında nəzil olub? Həzrət Əlinin haqqında. Tuəyyidu ennəl ayətə nəzələt fi Ali ibn Əbi Talib radiyallahu anh. Deməli, kitabın mühəqqiqi Əllamə Abdullah Məhmud Şihatə deyir ki, Əbdülrəzzaqdan və qeyrisindən səhih sənəd hədislər var ki, bu ayə nazil olub kimin haqqında? Həzrət Əli əleyhissalam haqqında. Heç səhih sənəd hədis yoxdur. Bizim keçmiş bəhsimizdə geniş surətdə izah elədik. Və alimlər də İmam Suyuti, İmam Muhammed Sənahullah Osman el-Muzhari, Doktor Vəhbə ibn Mustafa Əz-Zuheyli, bu şəxslər deyir, hədisləri biz cəm eləmişik, hədislər biri digərini neynir? Gücləndirir, hüccət həddinə qalxır və onu ilə də sübut olunur ki, bu ayə Həzrətin haqqında nazil olur. Amma bəhsin sonudur, 2-3 dəqiqə vaxt uzalır. Gələn dərsimizdə Şəvahid-i Tənzildən sübut eləyəcəm ki, səhih sənəd hədis vardır. Kim inkar eləyir, dəlil gətirsin ki, ravilər nədir? Düz danışan deyil. Əksinə, ravilər hamısı düz danışan deyil. Deməli, mövzumuzun xülasəsi hədisdə Həzrət Əli əleyhissalamın haqqında bu ayənin nazil olmasında 10 səhabədən nəql olunub. Keçmiş bəhsimizə qayıdıb öyrənə bilərlər, baxa bilərlər. Və hədislər bir yerə cəm olduqda qanundur. Hədisin sənədi zəif də olsa belə, biri digərini neynəyəcək? Gücləndirəcək. Gücləndirəndə mötəbər həddə qalxır,
mötəbər həddə qalxmış hədis də həqiqətən də Rəsulullahın dediyi hədisdir. And verirəm Allahın izzət-i zəlalına xatir. Bizi heç vaxt əhl-i beytə qarşı gedənlərdən qərar verməsin.